Azərbaycanın hökumət rəsmilərinin son bəyanatları böhrandan çıxışa təkan verə bilərmi? Sizcə, hazırki Azərbaycan hökuməti böhrandan çıxış yollarını tapa biləcəkmi? Əvvəla bu hökumət böhranı yaradan səbəblərin kökündə durur. Və onlar bu səbəbləri aradan qaldırmağa qadirdir ki, onların mənfəət vermir. Xeyri deyil. Və böhran bəyanatlarla aradan qaldırılmır. Köklü islahatlarla qaldırılır və köklü islahatlar həm də siyasət sahəsindən başlamalıdır, siyasi səhnədə rəqabət olmalıdır. İndiki hakimiyyət rəqabətə hazır deyil, bunu çox gözəl anlayır və heç cür rəqabətə getməyəcək. Bu deməkdir ki, islahatlar da olmayacaq. Azərbaycan hökuməti bir tərəfdən xarici maliyyə qurumlarından böyük həcmdə kreditlərin götürülməsindən bağlı danışıqlar aparır. Digər tərəfdən isə ölkədə bahalı oyunlar keçirir. Münasibətiniz necədir? Sizcə, ölkədə bahalı oyunların keçirilməsi ölkənin imicinə hansı çalarlar gətiribdir? İndiyəcən Azərbaycan böyük miqyaslı bir neçə beynəlxalq tədbir keçirib. Özdə olanı Avrovizyondur, Pan-Avropa oyunları və s. Azərbaycan indiki böhranlı vəziyyətində bu həmin oyunların Azərbaycan xalqına, dövlətinə zərrə qədər xeyri olubmu? Olmayıb. Qarabağ probleminin həllinə zərrə qədər kömək olubmu? Olmayıb. Azərbaycan xalqının həyat səviyyəsinə yalnız mənfi təsir göstərib. Təbii ki, bu bahalı oyunlar Azərbaycana ziyan gətirir. Qaldı, beynəlxalq maliyyə qurumlarının Azərbaycana dəvət edilməsinin həyata tərcüməsi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti özü də çox gözəl bilir ki, böhranı üstələmək üçün hansı islahatlar aparmalıdır, amma özündə buna siyasi iradə tapmır. Ona görə hansı bir nəzarətçi dəvət edir ki, bu nəzarətçi onları həmin islahatları həyata keçirməyə məcbur etsin. Məcbur edəndə təbii ki, daxildə hansı bir müqamət yaranacaq. O müqaməti üstələmək üçün deyəcək ki, o mənlik deyil, Beynəlxalq Valyuta Fondu tələb edir, Ümumdünya Bankı tələb edir və s. və axır. Üstəlik, o 4 milyard ki, istəyirlər boy götürsünlər. Azərbaycanın dövlət neft fonunda güya ki, saxlanılan puldan o azı bir 8-9 dəfə azdır. Yəni, bunun heç bir mənası yoxdur. Bu alınan pul mənə default ərəfəsində Rusiya Federasiyasının 1998-ci ildə Beynəlxalq Valyuta Fondundan aldığı 5 milyardlıq krediti xatırladır. O kredit də heç Rusiya gəlib çatmadı. Yolda ötürülüb, paypuş edildi, işi əlaməti qalmadı. Ölkənin Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkəyə post-neft dövrünün onların gözlədiyindən 25 il tez gəldiyini bildirib. Sizcə bu hökumətin strateji xətti deyilmi? Ümumiyyətlə, hakimiyyətin iqtisadi strategiyası yox idi. Onların iqtisadi strategiyası mənə bir neft əmirinin davranışını xatırladır. Yəni, neft əmirlərinin strategiyası vardı. Mən Dubaya çıxmaq şərti ilə, qalanan Kuveytə çıxmaq şərti ilə, qalanan heç birində strategiya yoxdur. Mən onu demək istəyirəm ki, bu adamların əsas məqsədi şəxsi varlanmaqdır, sərmayələrini artırmaqdır, özlərinin və ailəsinin təhlükəsini təmin etmək, ilk növbədə maliyyə təhlükəsini təmin etməkdir. Onları heç bir vəchlə Azərbaycan dövlətinin, xalqının rifahı, inkişafı düşündürmür. Buna əyani sübutudur ki, müstəqillik illərində Azərbaycanın sənaye potensialı məhv edildi. Fəhlə sinfi, konstruktorlar, mühəndislər ləğv edildilər. Əvəzində güya ki hüquqşünaslar, güya ki iqtisadçılar, güya ki menecerlər, güya ki bankirlər ordusu yarandı. İndi məlum oldu ki, istehsal etməyən bu qurum, bu zümrə heç kəsə lazım deyil. Təxminən 10 il bundan qabaq Azərbaycanın İqtisadiyyat Naziri Fərhad Əliyev hamı yerli mal alsın, xeyir vətənə qalsın şüarı ilə çıxış edirdi. İndi hökumət təxminən eyni şüarlara qayıdıbdır. İnsanları dəvət edir, dövlət qurumlarını dəvət edir ki, yerli mal alsın. Sizcə bu vəziyyətdən çıxışdırmı? Bu mənə xatırladır Rusiya Baş Nazir müavini Boris Nemtsovun. İndi o rəhmətə gedib öldürürlər onu. Vaxtilə bütün Rus məmurları Volga maşınlarında gəzməlidir şüarını. Yəni, əməli baxımdan bu təmələn məntiqsiz, mənasız bir sözdür. İndi Azərbaycanda dəbdəbəli Avropa maşınlarında gəzməyən nazir, nazir müavini, yüksək vəsəli məmuru qalmayıb. Hamı ilə bəllidir ki, Nazlifan ailəyə məxsusdur. Ailənin bir qolunun mülkiyyətidir. Əgər maşın varsa və bu maşınlar azı bir 10 il rahat işləyəcəklər, hamıya Nazlifana minmək çağırışı.
ona bərabərdir ki, o bahalı maşınları qoyun qırağa, işlədərsiniz. Amma eyni zamanda həm də nazirlikdən alın ki, bizim ailə biraz da varlansın. Hamı da bilir ki, Embavud, o mebel şirkəti, o da bağlıdır ailəyə. Və hamı dəbdəbəli kabinetlərinə gətirib o gözəl xarici mebelləri çıxarıb, yerli istehsal olan mebelləri qoyun. Bu deməkdir ki, bizim ailə şirkətinə də biraz büdcədən pul keçirin ki, dəstək olsun. Başqa bir tərcümə etmirəm bu çağırış. Vəziyyətdən çıxışı nədə görürsünüz? Köklü islahatlarda birinci əlbəttə ki, çıxış yolu oradan ibarət xalq maariflənməlidir. Azərbaycan müxalifəti sağlamlaşmalıdır, saflaşmalıdır. O qədər səmərəsiz, ziyanlı ünsürlər burada fırfırayken fırlanar 10 illərdəndir. Zəka qıtlığı, vicdan qıtlığı, vətənpərvərlik qıtlığı ilk növbədə müxalifət sıralarındadır. O təmizləməlidir ki, o müxalifət xalqa düzgün sifariş versin, düzgün yol göstərsin, düzgün onlarla işləsin, arxası yaparsın. İndiki hakim zümrədən mən heç bir dəyişiklik gözləmirəm, heç bir ümidim yoxdur. Bilirsiniz, peşəkar korrupsionerlərdən nə gözləmək olar? Onlar bildiklərin, bacardıqlarını eləyirlər, ondan artıq gözləmək onlara əbəsdir.